Tök, qarışdır, bişir. Bu gün bu qədər sadə, amma çox dadlı qəlyanaltı resepti paylaşacağam. Xəmiri üçün yoğurma qabına 2 yumurta, 2 stəkan süd, 2 stəkan un, 1 sivrim çay qaşığı qabartma tozu və 1 çay qaşığı duz əlavə edib blenderlə un tamamilə həll olana qədər qarışdırdım. Kütlənin üzərinə 4 yemək qaşığı yağ əlavə edib təkrar qaşıqla qarışdırdım. Gördüyünüz kimi çox sıyıq, axıntılı bir xəmir əldə olunmalıdır. Soba listinə yağlı kağız sərib, üzərini də duru yağ ilə yağladım. Hazır olan xəmiri soba listinə əlavə edib hər tərəfinə bərabər şəkildə yayıb, əvvəlcədən doğradığım yaşıl bibər, qırmızı bibər, kalbasa və holland pendirini əlavə etdim. İstəyə görə tərkibindəki ərzaqları artırıb, azaldıb və ya dəyişdirə bilərsiniz. Əvvəlcədən qızdırdığım 180 dərəcəli sobada üzəri qızarana qədər bişirdim. Daha sonra sobadan çıxarıb üzərinə holland pendiri səpib 5 dəqiqə daha sobada bişirdim. Bu qədər olduqca ləzzətli qəlyanaltımız hazırdır. Tez başa gələr, mütləq yoxlayın. Ərzaqların miqdarını açıqlamalar bölməsində qeyd edəcəm. Video sizlər üçün maraqlı oldusa, bəyənib rəy yaza və daha sonra axtarmamaq üçün qayd etməyi də unutmayın. Bu video ilə qarşınıza çıxmışamsa, səhifəni izləyin ki, növbəti videolarımdan xəbərdar ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, Allah'a əmanət olun.